Salam, hörmətli kanalımın dəyərli izləyiciləri. Hər birinizi salamlayıram. Mən Leyla Cahangirova. Məktəbə qədər MİQ və sertifikasiyaya imtahanına hazırlaşanların dəstək məqsədi ilə növbəti test izahımla sizin qarşınızdayım. Və hər bir testə müvafiq mövzuların qısa da olsa izahını verirəm və bu da düşünürəm ki, sizə bildiklərinizin daha da təkmilləşməsinə, təkrarına kömək eləyəcək və kanalımıza abunə olmağı, mütləq ki, rəy yazmağı unutmayın. Təşəkkür eləyirəm. Keçək testlərin izahına. Birinci testimizdə deyilir ki, Həsən müəllimin tapşırığına əsasən bayraq və gerblə bağlı maraqlı bir video süjet hazırlayır. Və soruşulur ki, bizdən Həsəndə formalaşan səriştə və eyni zamanda təlimin təşkili prinsiplərindən hansı biz müəyyənləşdirməliyik. Bu ikili testi, yəni burada həm təlimin təşkilinə verilən tələb bizdən soruşulur, həm də səriştə. Və bildiyiniz kimi də yenə də səriştəyə aid sözsüz ki, testdən sizə imtahanda suallar düşəcək və məlum olduğu kimi səriştələr 3 təsnifata ayrılır və yəni təfəkkürlə bağlı, fəaliyyətlə və dəyərlərlə bağlı səriştələrdir ki, hər biri barəsində də keçən dəfə qısa da olsa məlumat vermişdim. Burada da əgər Həsən dövlət rəmzləri barədə video hazırlayırsa, deməli, dəyər kateqoriyası olaraq nədir? Hansı səriştədir? Milli kimliyin dərki. Və burada görürük ki, bizdə milli kimliyin dərki belə ikili, üçlü testlərdə hansı sualın cavabını dəqiq bilirsinizsə, əvvəl onu müəyyənləşdirirsiniz. Və burada artıq biz milli kimliyin dərkini gördüksə, burada 2 yerdə milli kimliyin dərki verilib. Deməli, nə A, nə də B variantlarını götürməyəcəyik. Bu iki variant arasında indi baxaq görək. Və bizdən soruşur ki, C-də deyilir ki, stimullaşdırma, bir də milli kimliyin dərki. Milli kimliyin dərkini anladıq. Bəs təlimin təşkilinə verilən tələblərdən stimullaşdırıcı prosesdə təlimin səmərəli, effektiv qurulması üçün biz nə deyirik? Deyirik ki, təlimə uşaqlarda marağın artırılması üçün mütləq onların fəaliyyətinin nə edirik? Dəyərləndiririk, stimullaşdırırıq, qiymətləndiririk, gözəl əks əlaqə rəy veririk və nəticə etibarilə də uşaqların daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur. Burada isə dəyərdən bağlı söz getmir. Deməli, cavabımız nədir? D variantı. D variantında da şəxsiyyət yönümlülükdür. Biz də demişdik ki, şəxsiyyət yönümlülükdə burada milli bəşəri dəyərlər, həm də ki, burada milli kimliyin dərki, səriştəsi D variantıdır. İkinci sualımız Piaget nəzəriyyətinə aiddir. Yox, ikinci sualımız Piaget deyil. Qrup işi zamanı Əli Həsənin ondan da faal olduğunu görür və onun fikrini bəyəndiyini, təklifini dəyərləndirir. Yəni, burada artıq uşaq öz yoldaşına münasibət bildirə bilir, öz hərəkətlərini, yoldaşın hərəkətlərini dəyərləndirə bilir və burada situasiya ilə bağlı bizdən soruşur ki, hansı məzmun xəttinə və hansı əsas standarta aiddir bu sual? Gəlin baxaq. İdraki inkişaf. İdrakla bağlı nə var burada? Burada 2-2 nədir əsas standartı? Bu nitq inkişafına aiddir. Sosial-emosional. Yəni, burada idraki götürürük, hər ikisini pozuruq, idraki aid deyil. Əgər uşaq burada arzu, his, istəklərini, hərəkətini dəyərləndirir, digərin hərəkətlərini, istəklərini dəyərləndirə bilirsə, sözsüz ki, burada sosial-emosional inkişaf sahəsidir. Yenə də burada 2 dənə yerdə sosial-emosional inkişaf var. Amma bizdən hansı soruşur? Bizdə
əsas standartı müəyyən eləyək. 4.1 əsas standartı nədir? Ünsiyyət bacarığını nümayiş etdirir. Amma burada əli təkcə ünsiyyət bacarığını nümayiş etdirmir axı. O həm də neynir? Dəyərləndirir, təklifini bəyənir. Yəni burada 4.2 sosial həyatla bağlı bilik, bacarıq, vərdişlərini özünə məxsus tərzdə nümayiş etdirir. Yəni 4.2 standartı cavabımız B variantı. Növbəti sualımız, bax, bu sualımız artıq Piaget nəzəriyyəsinə aiddir. Burada nə deyilir? Lalənin ən çox sevdiyi meyvə qızıl əhməd almasıdır. Lakin o əvvəllər onu digər almalardan fərqləndirə bilmirdi. Sadəcə olaraq alma deyirdi. 7 yaşından sonra isə Lalə meyvənin növünə görə fərqləndirməyi bacardı. Və bu proses Piaget nəzəriyyəsinin hansı mərhələsində baş verir? Gəlin yadımıza salaq nəzəriyyənin, yəni uşaqların inkişafını mərhələyə ayırmış Piaget, 4 mərhələyə, sensimotor mərhələ və yaxud da ki, hiss hərəkəti buna deyilir, 0-2 yaşı əhatə eləyir. İkinci mərhələ Piagetdə əməliyyat öncəsi mərhələ və ya ilkin əməli mərhələdir ki, bu məktəbə qədər dövrdə daha çox müəllimələr bu mərhələ ilə işləyirlər, yəni 2-7 yaşı əhatə eləyir. Üçüncü mərhələ konkret əməliyyatlar mərhələsidir, 7-11 yaşı əhatə eləyir və 4-cü mərhələ isə mücərrəd əməliyyatlar mərhələsidir. Və burada da əməliyyat öncə mərhələsində daha çox mən mərkəzçiliyi, monoloq tipli, geriyə çevrilmə bilir və s. Buna aid belə bir burada fikir yoxdur. A-nı götürmürük. B-ni baxaq B-yə. Burada nə deyir? Konkret əməliyyat. Bəli, bu mərhələdə uşaqlar necədir? İnduktiv düşünür, geriyə çevirə bilir, məntiqi düşünə bilir, abstrakt düşünməyə başlayır. Lakin daha yaxşı abstrakt mücərrəd düşünür, formal əməlidə söz. Dialoqa qurur, ünsiyyətə girir, sonra beynində hesablama apara bilir, məntiqi təfəkkürü formalaşır və burada meyvələri də bax burada deyir ki, qruplaşdırmağı da bacarır. Bax, bizim cavabımız B variantı olacaq. Çünki uşaq artıq, məsələn, bəzən uşaq, oğlanlar deyir maşın. Amma burada yaş da burada ipucu var, 7 yaşdan sonra. Artıq uşaqlar bəzən 6 yaşın sonunda da artıq maşınları Mercedes, BMW və s. deyə ayırt edə bilirlər. Bu, konkret əməliyyatlar mərhələsidir. Cavabımız B variantıdır. C variantı da bilirsiniz ki, sensimotor mərhələdir. Burada hisslərlə düşünmədir. Yəni, uşaq hələ burada şuursuz, yəni reaktiv davranış nümayiş etdirir. Daha doğrusu reflekslərlə davranış nümayiş etdirir. Hisslərlə öyrənir, hisslərlə reaksiya verir. Bu, bizə aid deyil. Mücərrəd mərhələdə isə daha dərindən, daha hipotetik, daha, yəni, artıq burada 11+ yaşdır. Yəni, bu mərhələ demək olar ki, ömrünün sonuna qədər insanda qala bilən düşüncə formasıdır. 12 yaşdan sonra uşaq tədricən təfəkkür çevikliyinə yiyələnir və mövcud reallığı nəzərə alır. Yəni, bütün burada hipotetik düşünür. Yəni, nədir hipotetik düşünür? Bilir ki, hisslər nədir, kin, kudurət nədir, ondan sonra nifaq nədir, məhəbbət nədir? Bax, belə şeyləri artıq ayırt edə bilir. Yəni, problemin həlli üçün vacib olan dəyişmələri sistemli şəkildə müəyyən edirsə, formal və yaxud da ki, mücərrəd əməliyyatlar mərhələsidir ki, bu da bizə aid deyil. Sadəcə olaraq məlumat verdim ki, mərhələləri yadınıza salasın. Və sonuncu sualımıza gəldik. Bu da Piaget'ə aid olan sualdır. Görək nə deyilir? Və burada deyilir ki, bu mərhələdə uşaqlar
Sistemli, aha, bax bu sözə baxın, sistemli fərziyyələrlə düşünə bilir və təlimin uğurlu alınması üçün burada hansı iş formasından istifadə etmək olar? İş formalarına gəldikdə isə biz dedik ki, burada yəni cütlər, yəni burada əvvəl mərhələni müəyyən eləsək, dedik ki, əgər sistemli düşünür, fərziyyələrlə düşünürsə, sözsüz ki, bu formal əməli mərhələdir. Deməli, burada baxaq, indi görək, formal əməli mərhələdə deyir ki, hansı iş formasından istifadə etmək məsləhət deyil? Biz də bilirik ki, məktəbə qədər dövrdə iş formaları bizdə hansılardır? Yadımıza salaq. Fərdi, cütlərlə, qruplarla və kollektiv. Və burada da bu yaşda uşaqların, yəni artıq 12+ olan uşaqların nəzərə alsaq, sadəcə iş forması olaraq ən əlverişli bu mərhələ üçün qrup işi və cütlərlə işdir. Çünki uşaqlar həm əməkdaşlıq elə bilir, həm fikirlərini daha rahat şəkildə ifadə edə bilirlər. Və əlverişsiz hesab eləsək, burada əlverişsiz, belə deyək də, əlverişsiz kollektiv ola bilər. Çünki bəzi uşaqlar aktiv iştirakını təmin etmək daha çətin olur. Ona görə də bu iş formalarını dərsin məqsədinə və uşaqların bacarığına uyğun olaraq seçək daha faydalı olar. Yəni burada hansı iş formasından istifadə etmək məsləhət deyil, burada fərdi yox, kollektiv olmalı idi. Əksinə bunu yerini dəyişmişəm. Yəni kollektivlə işləməməliyik, daha çox fərdi və yaxud da ki, cütlərlə, qruplarla iş forması daha faydalı, daha məsləhətlidir. Və düşünürəm ki, bizim fərdi dərslərimizə və yaxud da ki, onlayn dərslərimizə qoşulmaq istəyənlər olsa, bu nömrə ilə bizə müraciət eləyə bilərlər. 050 424 0041 və ya 055 655 35 86. Sağ olun, gələn izahlarımızda görüşənədək.